Səyahət eləməyi sevən insanlar bu dəfə də sizi buralardan salamlayırıq. Əgər siz də bizim kimi Göygölə səyahət eləmək istəyirsinizsə, elə düzgün ünvan seçmisiniz. Bizi izləməyə davam edin, çünki virtual bir səyahət etmiş olacaqsınız bizim vasitəmizlə Göygölə. Bəli, və əgər Göygöldə olmamısınızsa, bizim verilişi izləsəz, bizi diqqətlə izləsəz elə Göygöldə olmuş kimi olacaqsınız. Eşitmişəm ki, Göygölün fərqli mənzərəsi var deyirlər. Doğrudan. Hər halda ilk dəfədir Göygöldəyik. Məlumatımız var, düzdür. Biraz məlumat toplamışıq bura gəlməzdən öncə. Amma hər halda gözümüzlə gördüklərimizi tamaşaçılarımıza çatdırmağımız daha yaxşı olardı. Yüz eşitməkdənsə bir görmək daha yaxşıdır. Bəli. Deyib də, hazırsanmı? yollanırıq şəhər mərkəzinə. Gedək, tələsirəm Siz də hazır olun. İzləməyə davam eləyin. Hər şey yaxşı olacaq. Getdik həmkar. Paytaxt Bakı ilə Göygöl arası məsafə 384 kilometrdir. Rayon şimalda Gəncə şəhəri və Samux rayonu ilə, şərqdə Goranboy, cənubda Kəlbəcər, cənub-qərbdə Daşkəsən, qərbdə Şəmkir rayonu ilə qonşudur. Ərazisi şimaldan cənuba 55 kilometr, qərbdən şərqə 36 kilometr uzanır. Bu sərhədlər daxilində Göygöl rayonunun sahəsi 935,7 kvadrat kilometr, əhalisi isə 59 minə yaxındır. Göygöl rayonu inzibati rayon kimi 1930-cu ildə təşkil olunub. Rayon mərkəzindən 15 kilometr məsafədə Gəncə Dəmir Yolu stansiyası, 12 kilometr məsafədə isə Gəncə Hava Limanı yerləşir. Ölkənin ən mənzərəli yerlərindən olan Göygöl rayonuna səyahətin mərkəzdən başladı. Şəhərin girişindən mərkəzə doğru getdikdə yolun sağ tərəfində bir-birini əvəz edən parklar dincəlmək üçün uyğun məkanlardır. Yolun sol tərəfində yüksəklikdə yerləşən Bayraq meydanı şəhərə gələn hər kəsin diqqətini cəlb edir. Bu şəhərdə gəzintimə Göygöldə salınan Bayraq meydanından başladım. Bayraq meydanı şəhərə daxil olan hər bir kəsin diqqətini çəkir. Çünki çox gözəl bir yerdə yerləşir, hündür bir yerdə yerləşir. Və buradan da Göygölün, bax, görürsünüz ki, bütün mənzərəsini seyr etmək olur. Kompleksdə yaradılan Azərbaycan Dövlətinin Rəmzləri Muzeyi milli atributlarımızın tarixinin öyrənilməsində əhəmiyyətlidir. Bayraq meydanı kompleksində ucadılan üç rəngli bayrağımız, gerbimiz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Meydanda 50 metr yüksəkliyə qaldırılan dövlət bayrağı rayonun hər yerindən aydın görünür. Kompleksdə geniş əraziyə malik gəzinti zolaqları salınıb. Heydər Əliyev Parkı 2014-cü ildə salınıb. Bu geniş park Göygöl sakinlərinin ən çox gəldiyi yerlərdən biridir. Və parkın içərisinə daxil olduqda burada Gənclər Mərkəzinin yerləşdiyini görürük. Eyni zamanda parkın girişində Heydər Əliyev Mərkəzi, möhtəşəm bir binası tikilib, ucaldılıb. Parkda uşaqların və böyüklərin dincəlməsi üçün hər cür şərait yaradılıb. Gənclər, uşaq əyləncə və Heydər Əliyev Mərkəzi bu parkın ərazisindədir.
Hava birdən-birə dəyişdi. Bayaq günəşli idi, indi hava həddindən artıq sərindir. Hər halda burada bir neçə dəqiqəlik dincəlmək olar. Rahat bir yerdir. Parkda olmuşkən Ulu Öndərin adını daşıyan mərkəzə daxil oldum. Mərkəzdə rəsm qalereyası və xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Gördüyünüz stendlərdə onun uşaqlıq, yeniyetməlik, gənclik və ümumilikdə həyat və fəaliyyətinə aid olan deməli şəkilləri əhatə edir. Bu gördüyünüz stenddə isə onun əsasən uşaqlıq illəri, gənclik, yeniyetməlik dövrünə aid çəkilmiş fotolardır. Bildiyimiz kimi Heydər Əliyev 1969-cu ilin 14-də Azərbaycanın birinci katibi seçilir və Azərbaycanın birinci katibi seçildikdən sonra 3 dəfə səfər etmişdir. 1976, 80 və 82-ci illərdə və burada da maldarlıq, üzümçülük deməli təsərrüfatları geniş yayılmışdır və bununla əlaqədar olaraq həmin deməli maldarlıq plantasiyalarında olmuş, üzümçülük təsərrüfatlarında olmuş, əhali ilə görüşlər keçirmiş, əhalinin problemləri ilə yaxından tanış olmuşdur. Heydər Əliyev parkından əlavə Göygöldə Aşıq Şəmşirin adını daşıyan park da var. Bu park şəhərin girişində yerləşir. Parkın yanında isə 1941-1945-ci illərə aid abidə kompleksi yerləşir. Göygöl öz mətbəxi ilə də digər şəhərlərdən seçilir. Burada gələn qonağa qutab, Göygöllülərin dili ilə desək, kətə hazırlanır. Xoş gəlmişsiniz bizim regiona. Çox məmnunluq ki, siz gəldiniz. Biz də sizə təşəkkür edirik, evimizə qonaq dəvət elədiyinizə görə. Göygöl rayonu həmişə qonaqpərvər olub. İnsanları istiqanlı, mehriban olublar. Bu adət yenə də davam edir, ta qədimdən indiyə qədər. Azərbaycanın bütün bölgələrində ümumiyyətlə göylərə səbzi deyilir. Ancaq Göygöl rayonunun özünə məxsus olaraq burada göyərti deyilir. Göyərti, elə mən də elə eşitmişəm. Göyərti deyilir. Məsələn, Sabirabad zonasında tərə deyirlər, təzə tər deyirlər, tərə deyirlər. Yəni bütün göyərtilər elədir. Hə, onlar o zonada, müxtəlif zonalarda səbzi deyirlər. Ancaq bizim öz regionumuzda göyərtilər deyirlər. Müxtəlif göyərtilər, kişnişdir, çüyüddür, spanaqdır, şomu deyirlər, məsələn ona da. Sonra soğanaqlardır, soğandır. Bu soğanaq, buna xəzəz deyirlər. Dağlarda bitir, xəzəz. Bu sırf Göygölə aiddir, yoxsa? Bəli, sırf Göygölə aiddir. Bu xəzəz deyirlər buna, yəni çöl soğanağıdır əslində, ancaq xəzəz deyirlər el arasında. Bunun dadı necə olur? Yəqin o qutaba fərqli bir başqa çox gözəl, soğan, həm də biraz sarımsaq kimi dadı var. Bunu hal-hazırda qatmışam içinə, içinə doğranılıb bundan, yəni çox gözəldir. Tamı xüsusi olaraq kətiyə xüsusi dad verir. Bütün qonaqların ən əziz yeməyi, elə ev yiyələrinin də ən əziz qonaq üçün ortaya çıxardacağı bir yeməkdir kətə. Kətənin tərkibində çoxlu vitaminlər var, onu uşaqlar da sevir. Demək olar ki, qocalar da sevir, elə gənclərin də ən gözəl yeməyidir. Elə mən də çox sevirəm. Sadə və tez başa gələn olmasına baxmayaraq, qutab bura gələn qonaqlar tərəfindən çox sevilir. Mən də burada olmuşkən düşündüm ki, məşhur kətənin dadına baxsam pis olmazdı. Ev sakini Gülbəniz xanım bu yeməyi tez-tez bişirir. Əvvəlcə xəmiri, biz göstərək xəmir necə yoğurulur. Təxminən 1 kilo una, 2 yumurta, yarım litir süd vurulur, yoğurulur. Bu hazır formasıdır xəmirin. Süd də qatırsınız xəmirə? Bəli, mən süd qatıram, bəli. Qatılmalıdır yoxsa siz? Mən özüm xüsusi olaraq qatıram. Fərqi nə olur ki, südü qatılır? O çox gözəl dadlı olur. Yumuşaq olur. Həm, bax, görürsünüz bu xəmir nə gözəldir. Kərə yağ gedir, pendir gedir,
Pendiri kətənin içərisinə eləyirsiniz onu? Pendiri göyə vuracağıq indi, doğranmış hazırda olan göyə vuracağıq. İstəyirsinizə, yəni mən onu göstərim. Pendir mütləqdir vurulsun, yoxsa? Mütləqdir, ya şor vurulmalıdır, Şor, ya pendir. ya pendir. Pendir daha ləzzətli olduğuna görə, keyfiyyət yeməkdə daha gözəl alındığına görə bu cür vurulur. Nə qədər çox olsa elə vəbşə dadlı olur. Turşməcə dad verər. Yox, turşmazıdır, üzdü, gözdü, gözəl belə göy-göy Yaman pendiridir. tərifləyirsiniz ha, Göy-göy görək necə pendiridir. olacaq. Lap yaxşı, pendirimizi də qatdıq, duzun Pendirimizi də üstü qatdıq. qatacağıq. Bəli, qatacağıq. İndi bunu qarışdıracaqsınız. Limon nəyə görə qoymusunuz? Limon da qatırsınız. Limon süfrəyə verilir. Limonla, duzla, istotla süfrəyə verilir. Yağla da verilə bilər, qaymaqla da verilə bilər süfrəyə. Amma kətəni Baxır zövqə. Sacın üstündən götürürsən, yağlayırsan, sonra da yeyirsən, o da dadı. Yağlıya da elə adam var qaymaqla xoşlayır. Elə adam var yağla xoşlayır. Elə adam var elə vəbsə deyir mən pəhriz saxlayıram, arıqlamaq istəyirəm də. Götürür limonu belə səpir, dürməlir, yeyir qəşəng. Başlayaq mı işə? Hə, başlayaq. Bu da duzumuzdur. İçliyimiz hazır oldu artıq, ha? Hə. Duzu da səpirik. İstiot da qatacaqsınız. Hə, istot da qatacağam. Azca ki bunun sözü özünün ətir olsun. Belə. Sonra bunu mən bunu yavaşca bunu görsəm bir şey eləyirəm. Qatdıq. Qatandan sonra bu tam hazır olur. Əvvəlcə göyərtiləri yaxşıca yuyub doğramaq lazımdır. Ardından hazır olan xəmiri yayıb içərisinə pendirli göyərti qoyulur. Bu qaydada bükülüb sacın üzərində bişirilir. Kətələr hazırdır. Bircə qalır dadına baxmaq. İndi Gülbəniz xanımın hazırladığı kətənin dadına baxın, Nuş olsun. qiymət verin. Buralarda olarkən öyrəndim ki, Göygölün kəndləri içərisində şəhər mərkəzinə ən yaxın olanı Topal Həsənli kəndidir. Topal Həsənli kəndi dağlar və meşəliklərlə əhatə olunub. Göygöldəki səyahətimin bir hissəsini bu kəndə ayırsam pis olmaz. Kəndə gəlməkdə məqsədim isə buradakı tarixi abidələrdən biri Ağ Körpünü görməkdir. Topal Həsənli kəndi şəhər mərkəzindən 4 kilometr aralıda yerləşir. Kəndin tarixi təxminən 2 əsr bundan əvvələ təsadüf edir. Kənddə 401 ev var. Şəhriyar, Kərəmli və Zurnabad kəndləri ilə qonşudur. Vaxtilə burada almanlar məskunlaşıb. Hazırda isə kəndin sakinlərinin əksəriyyəti Qazaxdan bura köçənlərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Dövlət əhəmiyyətli abidələrdən biri də bax üzərində durduğum 12-ci əsrə aid olan bax bu Ağ Körpüdür. Göygöl rayonunun Topal Həsənli kəndi ərazisində yerləşir. Tarixi qədim olduğu üçün istədim ki, bax gəlim mən də bura bu körpü ilə daha yaxından tanış olum. Ağ Körpü qədimdə kəndin bir hissəsindən o biri hissəsinə keçid məqsədi ilə istifadə olunub. Abidə əhəng və torpaq qarışığından tikilib. Körpü Gəncə çayının üzərində yerləşir. Göygölün nəinki bu, digər kəndlərində də çoxlu sayda abidələr var. 12-ci əsrə aid qala abidəsi, Qabriel Alban kilsəsi, Tunc və Dəmir dövrünə aid kurqanları misal çəkmək olar. Göygöl şəhəri 1819-cu ildə Alman kolonistləri tərəfindən Yeleniandorf adlandırılıb. Şəhərin əsas 6 küçəsini almanlar salıb. Əvvəllər almanların burada yaşamağını bu gün də hiss eləmək olur. Bu küçələrdə 19-cu əsrə aid yaşayış evləri şəhərə gələn qonaqların diqqətindən yayınmır. Göygöl şəhəri Alman tarixini, mədəniyyətini əks etdirən, abidələrlə zəngin olan bir şəhərdir. Elə buraların küçələrini gəzərkən də hiss eləmək olur ki, bir zamanlar burada almanlar yaşayıb.
Alman üslubunda tikilən binalarda bu məhəllələri bir başqa edir, fərqli edir, görünüşü fərqli olur. Və burada bir kilsə var, Lüteran kilsəsi. Hansı ki, Lüteran kilsəsi o dövrdə Almanlar tərəfindən tikilsə də, hazırda bura tarix diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir və şəhərə gələn qonaqlar da əgər buranın, yəni Göygölün tarixi ilə maraqlanmaq istəyirlərsə, kilsəyə daxil ola bilərlər. Çünki kilsədə Göygölün, bu şəhərin tarixinə aid olan bir çox eksponatlar var. Lüteran kilsəsi 1854-cü ildə tikilib. Şəhərin mərkəzi küçələrinin birində yerləşir. Muzey kimi fəaliyyət göstərən kilsənin binası 2008-ci ildə tarixi görünüşü qalmaqla təmir edilib və yenidən istifadəyə verilib. Bura 2004-cü ildən tarix diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Salam, Salam, xoş gəlibsiniz. Bizim Tarix Diyarşünaslıq Muzeyində sizi görməyimizə çox şadıq. Sağ olun, təşəkkür. Bu Tarix Diyarşünaslıq Muzeyi Lüteran kilsəsinin içərisində fəaliyyət göstərirdi. Neçənci ildən etibarən? Bizim Göygöl rayon Tarix Diyarşünaslıq Muzeyi Ulu öndərimiz Heydər Əliyevin sərəncamına əsasən 1982-ci ildə fəaliyyət göstərir. Nə qədər eksponat var ümumilikdə burada və eksponatlar mən bildiyimə görə Alman tarixinə daha çox aid? Bəli, bizim eksponatların çoxu ümumiyyətlə Tarix Diyarşünaslıq Muzeyi 1854-cü ildə Alman Lüteran kilsəsində, 1854-cü ildə tikilmiş Alman Lüteran kilsəsində yerləşir. 1941-1945-ci ilə qədər qospital kimi fəaliyyət göstərmişdir. 2004-cü ildən Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Almanlara aid eksponatlardan ibarətdir muzeydə. Forer qardaşlarının burada şərabçılıqla məşğul olduqları o vaxtı xaricə göndərilmiş şüşə qablardakı pivə qablarından sırf Almanlara aid istifadə olunmuş şüşə qabdır. Ayaqqabıdır, corabdır. Bunlar hamısı onların aid olan. Sonra bizim rayonun bütün dam örtüklərinin hamısı belə bir çeripitsa deyilən kərpiçlərdən, kərpiç də demək olmaz buna. Yəni Almanlar şəhər salınarkən istifadə etdikləri dam örtüklərindən bir nümunədir. O devirdə bütün Helenendorf şəhərinin, yəni Yelena kəndi adlanan Helenendorf şəhərinin bütün dam örtükləri bu çeripitsalardan ibarət olmuşdur. Muzeydə 2000-ə yaxın eksponat var. Muzeyin bələdçisi Nüşabə xanımın dediyinə görə, bura gələn Alman turistlər muzeydə olan Alman ailələrinin şəkillərinə baxanda öz qohumlarını, baba və nənələrini tanıyırlar. Arxeoloji qazıntılar nəticəsində çıxmış eksponatlar da var. Yəni məişət istifadə nümunələri də var. Əsasən məişət əşyaları. Əsasən bizdə burada o vaxtda yaşamış Almanların, Alman ailələrinin şəkilləridir. Fotoları yerləşir burada. Vaxtı ilə təbiətdə olmuş ağaclardır. İndi qoz ağacından məsələn var, amma elə ağaclar var ki, onlardan kökü kəsilibdir. Yox, qalmayıbdır. Yəni bunlar eksponat. İndi üzümdür var, qoz ağacıdır var, lavrovu listi var da, dəfnə yarpağı.
Buralarda olan gəzintim Göygöl rayonunun Üçtəpə kəndində davam edir. Və hazırda çox maraqlı bir insanın evinə qonaq gəlmişəm. Əslində məlumatı var. Daha öncədən məlumat vermişdik ki, Göygöl rayonuna gəlmiş olsaq, buralar veriliş olaraq mütləq sizi də ziyarət edəcəyik, sizin də evinizə gələcəyik. Buraların çox maraqlı və çox fərqli bir insanı ilə sizi tanış eləyəcəm. Bu təbii ki, Camal dayıdır. İndi Camal dayı nə işlə məşğul olur, onun iş fəaliyyəti nədən ibarətdir? Bu haqda da ətraflı məlumatlar ala biləcəksiniz. Təbii ki, bizi izləsəz. Camal dayı, Bəli. salam aleyküm. Əleyküm əssalam. Necəsiz? Xoş gəldiniz. Çox sağ olun, xoş gününüz olsun. Sağ ol. Həmişə iş başında Sağ ol. yorulmayasınız. Sağ ol, Allah kömək olsun. Buraların zəhmətkeş insanlarından biri olan Camal Qurbanov Göygölün Üçtəpə kəndində yaşayır. O 1962-ci ildə Gəncədə anadan olub. İnsan həyata qədəm qoyduqda insan hər özünə bir sənət seçməlidir ki, halal zəhmətlə dolansın. Çünki sənət, halal zəhmət insanı yaşadır. Mənim özümün sözlərim var, deyirəm ki, halal ye ki, nur çilənsin üzünə, doğru danış, qüvvət gəlsin sözünə. Halal yeyəndə insanın üzündən nur tökülür. Bu sözlərin müəllifi sizsiniz. Bəli, bəli. Nə yaxşı. Mən martın 21-də olmuşam. Hə. Mart ayında doğulan insanlar şair təbiətdə olur. Maşallah, Mən də hərdən maşallah. beynimə şey gəlir, nə mahnı gəlir. Nə yaxşı, nə yaxşı. Bu səbət eşqi hardan gəldi? Bu çox vaxtda atam məşğul olurdu. Mən də elə bunu seçdim. Elə bunu buraxmadım. Bu səbət də mən Atanızın peşəsidir, davam Bəli, elətdirirsiniz. bəli. Camal dayı əlinin zəhməti ilə səbət oxuyur, boş vaxtlarında isə şeirə, musiqiyə vaxt ayırır. Bu sənət ona atasından qalıb. Səbət toxumağa uşaqlıqdan marağı olduğunu deyir. Sənətkarın 3 övladı var. Amma Camal dayıdan fərqli olaraq onlar bu işə həvəsli deyil. Camal dayı evlatlardan var məşğul olan bundan, Yox, yoxsa uşaqların belə marağı yoxdur. marağı yoxdur? Yox. İstəməzlərmi ki, atalarının peşəsini davam elətdirsinlər? Mən bilsən insan elədir ki, ona zat yoxdur. Hə? Məcburi yox. Məcburiyyət yoxdur. Ay sağ ol. Mən buna heç kim məcbur eləmir. Özüm xoşuma gəlib bu. Özüm hər bir sənəti seçməlidir. Ümumiyyətlə buralarda varmı belə səbət toxuyan filan Yox, sizdən yox, başqa? bu əsas Bağmanda olubdu, Bağmanda. Aha. Bağmanda sonra uşaqlar zat ayrılır, məsələ biri. İndi mən bura Üçtəpəyə gəlmişəm, məsələ biri başqa yerə gedir. Ondan qaynaqlanıb. Ancaq sənət Bağmanda olur. Bu kənddə ümumiyyətlə sifariş verən yoxdur bu səbətlərdən. Təhdük olur, nişan olanda, nə bilim belə. Nişanda istifadə edirlər bu səbətləri. Bunu elə bil ki, nişanlılı adamlar nüvgərik səbədir. Ancaq bunun dəyəri ayrıdır. Bir gündə neçə səbət toxuya bilirsiniz? Tələbat yoxdur, yəni 4 dənə, 5 dənə toxumaq olar. Gündəlik bu işlə məşğul olursunuz, daimi məşğuliyyət kimi, yoxsa Bəli. sadəcə elə belə? Yox, elə məşğul olur. Sənətkar səbəti toxumaq üçün əvvəlcə material kimi qarğı toplayır. Daha sonra onları bu vəziyyətə gətirir. Fiziki qüsurlu olması ona səbət toxumağa mane olmur. Toxuduğu səbətləri 2-3 manata satır. Babalarımız bizə çox dəyərli irs qoyub gedib. Bu qarğıdır, təbiətdə yetişən bir qarğı. Bundan çox şeylər işlənir. Məsələn, evin üstünə işlənir. Evin üstünə dam örtüyü kimi istifadə eləmək olur. Bağa gedəndə dəyənin böyrünə çətən deyirdilər. Sonra bundan səbət olur. Məsəl üçün, burada bir tüttək var. Tüttək də bundan hazırlanır. Bu da qarğıdan. Qarğıdan hazırlanır. Bir baxım ona. Bax. Özünüz hazırlamışsınız bunu? Yox, bazardan almışam mən onu. Amma qarğıdan. Bəli, qarğıdır, materialı qarğıdır. Bundan yəni. Bəli.
həmkar, de görüm sənin bax bugünkü Göygöl səfərin necə keçdi? Göygöl səfərim ilk dəfə idi Göygöldə idim. Çox maraqlı oldu. Təəssüratlarım müsbətdir hər zaman olduğu kimi. Maraqlı insanlarla qarşılaşdım. Hər halda düşünürəm ki, tamaşaçılarımız da bəyəndilər bu proqramımızı. Mən də bugün Göygölü gəzdim, dolaşdım. Ən azından maraqlı idi. Məsləhət görürük ki, buralara da bir yolunuzu salasınız. Burada bir səyahət eləyəsiniz. Bugünlük bu qədər deyib sizdən ayrılırıq. Növbəti həftə harda olacağıq, haranı gəzib dolaşıb sizə göstərəcəyik. Bax, bunu elə növbəti həftə biləcəksiniz. Əlbəttə, bax buradaca proqramımızı yekunlaşdırırıq. Növbəti həftə görüşmə ümidi ilə sizdən ayrılırıq. Hələlik.